Hamıya salam dostlar, kanalıma videoma hoş geldiniz. Bugün ayın 8'i, 8 noyabr'dır ve bizim bugün konsertimiz var. Bu vlogda sırf konsertle bağlı olacaq. Demək burada Aysel var. Hazırlaşıb bitirmişsən yoxsa makyaj eləyəsən? Yox, makyajım budur. Aha, güzel, əla. Zivər də hazırlaşıb bitirdim. Rock and roll style. Burada təranə yoxdur. Bizi satıp getdi. Qrup yollaşmamız girənə görə yapacak bir şey yok artık. Deməli dostlar, biz hazırlaşdıq. Zivərlə bayaq video çəkdik. Konser saat 6'da başlayırdı. Biz konserte biraz gecikdik. Yani 4 dəqiqəmiz var. Konsert çox çamancı başlayacaq. Yəni getməliyəm. Biraz oradan da ətrafı çəkmək istəyirdim. Ona görə saat 5'də çıxasıydıq. Hələ yaxşı həqiqətən 5'də çıxmağı planlaşdırırdıq. Yoxsa məsələn yüksəldi video. Hə, gedə bilər. Hə, gedə bilər. Gedək. Orada görüşərik. Salam. Salam. Salam, salam, salam. Deməli, səhnəni orada qurublar. Artıq demək olar ki, başlayıb, amma biz gecikmişik. Hamınızda bayraq var. Dövlət himni səslənsin. Cənablar, hörmətli dostlar, hörmətli Xankəndi sakinləri, bayramınız mübarək, axşamınız xeyir olsun. Bugün, bu gözəl gündə, Zəfər bayramında, bizim tarixi torpaqlarımızda, Xankəndində olmaq mənim üçün, bizim hər birimiz üçün böyük bir qürurdur. Odur ki, bir daha hər birimizi bu gözəl bayram münasibətilə təbrik edir, müstəqilliyimiz əbədi olsun söyləyirik və bu alqışlar elə sizin üçündür. Ki, bugün Xankəndi sakinləri, biz bugün ilk dəfə idi buradaydıq və gördüyümüz mənzərə qarşısında sözün əsl mənasında çox heyrətləndik. Çünki həqiqətən də Xankəndi günü-gündən gözəlləşən Azərbaycanın ən gözəl incilərindəndir. Və nə yaxşı ki, bugün burada, bu gözəl meydanda onlarla, yüzlərlə Xankəndi sakini bizimlə bir yerdə bu möhtəşəm bayramı qeyd etmək üçün toplaşıb. Və bu bayram günündə, bu səhnədə səhnəmizin bir-birindən sevilən məşhur simaları sizin üçün oxuyacaq. Bayramı bir yerdə qeyd edirik və ilk olaraq mən bu səhnəyə öz gözəl mahnılarını səsləndirməsi üçün dəvət etmək istəyirəm. Ölkəmizin ən güclü səslərindən biri gəlir. Ülvi Qılınc. Teşekkür ederim. Zafer gününüz mübarek olsun. Bayramınız mübarek olsun. Qarabağ
Universitetinə bir alqış gəlsin, zəhmət olmasa tələbələrini görürəm burada. Çox gözəl və hal-hazırda Qarabağ Universitetinin kafedra müdürünü mən bura dəvət edəcəm. Öz gözəl musiqisini tar musiqi alətinin ən mahir ifaçılarından Arslan Növrəsli sizin alqışlarınızla. Xankəndi səsiniz gəlsin. Eşitmirəm. Zəfərimiz mübarək. Doğma, dünyaya səs salan Böyük Azərbaycanımız. Səsiniz gəlsin dostlar. Çırpınırdım qara dəniz, baxıb Türk'ün bayrağına. Çırpınırdım qara yanına, fırtınama. Lütfen telefon ışıklarını, herkes telefon ışıklarını. Hamı telefon ışıklarını yandırsın dostlar. Arka sıralar. Muhteşemsiniz. Son, 2, 3, 4. Gelir karvan kimi gündüze. Genişli yokuşlu yollardan düze. Allah Teala her zaman bize böyle güzel günler qismət olsun, eləsin və ölkəmizdə hər zaman sülh Var. Mən bayaqları Qarabağ Universiteti deyəndə çox adamın səsi gəldi. Bir də söyləmək istəyirəm. Qarabağ Universitetinin tələbələrinə eşq olsun. Bütün Xankəndi sakinlərinə eşq olsun. Bütün hər kəs və bizim dostumuz ölkənin ən önəmli DJ-lərindən biri DJ Qafqaz bugün bizimlə bir yerdədir. Biraz əylənək bir neçə dəqiqə Qafqazla bir yerdə bu bayram günündə. Daha sonra yenə də davam edelim. Rəqs edelim. Kimseyi görmedim ben, senden daha güzel. Kimseleri aradım ben, senden daha özel. Kimselere bakmadım, aklımdan geçen. Kimseyi tanımadım ben, senden daha güzel. Senden daha güzel. Senden daha güzel. Senden daha güzel.
döküldüler. Yaşa Azerbaycan, yaşa Azerbaycan. Dilimizde bir şuur var. Yaşa Azerbaycan, yaşa. Karana yakın geldi bizim yanımıza. Az yaşta geçe düşmeye çalışıyorum hayatta. Konsertimiz bu kadar idi. Gidelim. Deməli dostlar, konsertimiz bu kadar idi. Getdiyim mahnıları qulaq asdıq. Oyunumuza oynadık. Çəkəbildiyim yerləri çəkdim. Gələn videolarda görüşənə qədər. Dostlar, videomuz buraya kadar. Videonu beğenmeyi, kanala abone olmağı ve en esası da paylaşmağı getir yaddan çıkarmayın, yoksa bay bay. Bəs gələcək bir not. Ne diyebilirim? Bilmirəm. İnşallah, Ürəyindən keçən. inşallah ümid edirəm ki hayatımızın sonuna kadar bir yerde olar. Ümid edirəm. Bu kadar. Bay bay. Yatakhanaya gecikmişik diye bizim hamımız qapının ağzında yığdılar. Biraz zülümlətdilər. Ondan sonra icazə verdilər ki, keçə bilərsiniz.